Bismillahirrahmanirrahim. Evinizə baxın. Divanlar var, televizor var, xalçalar var, hər cür əşya var. Bəs huzur varmı? Heç olubmu ki, evə girəndə səbəbsiz yerə ürəyiniz sıxılsın? Heç olubmu ki, ailədə hər şey yolunda ikən birdən-birə dava düşsün, uşaqlar sözə baxmasın, qazancınızın bərəkəti yoxa çıxsın? Siz elə bilirsiniz ki, bu yorğunluqdandır, amma əsl səbəb başqadır. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur, mələklərin girmədiyi evə şeytanlar dolar. Mələk girməyən ev ruhsuz bədən kimidir. Orada nəfəs almaq çətinləşər. Orada bərəkət durmaz. Bəs mələklər nədən qorxur? Niyə bəzi evlərin qapısından içəri addım atmırlar? Bugün sizə hər axşam evinizin qapısını açarkən yanınızda kimin girdiyini göstərən o tükləri ürpədən hədisi danışacağam. Quran oxunan evə enən o nurdan buludları görən səhabənin hekayəsini eşidəcəksiniz. Və İmam Əlinin əleyhissalamın göy əhli, yəni mələklər, yerdəki bəzi evləri ulduz kimi görür sözünün mənasını öyrənəcəksiniz. Gəlin sizinlə hər axşam işdən evə qayıtdığınız o ana gedək. Qapının ağzındasınız, əlinizi dəstəyə atırsınız. Sizinlə bərabər çiyninizdə rəhmət mələkləri var. Amma arxanızda başqa bir dəstə də gözləyir. Şeytan və onun köməkçiləri. O an həlledici andır. O qapıdan içəri kim girəcək? Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Səhih-i Müslimdə keçən hədisdə buyurur. Bir kişi evinə girərkən, qapını açarkən Allahın adını zikr edərsə, yəni Bismillah deyərsə, şeytan öz əskərlərinə dönər və ümidsizcə deyər, geri dönün, bu evdə sizin üçün gecələməyə yer, yataq yoxdur və mələklər o evə daxil olar, huzur gətirər. Lakin, əgər o adam evinə girərkən Bismillah deməyi unudarsa, şeytan sevinclə qışqırar və əskərlərinə deyər, gəlin, gəlin, bu gecə qalmağa yer tapdınız, bu ev bizim otelimizdir. Hadisə bununla bitmir. Süfrəyə oturarkən o adam yenə Bismillah deməyi unudarsa, şeytan qəhqəhə çəkər və deyər, müjdə sizə, bu evdə həm qalmağa yer tapdınız, həm də yeməyə şam yeməyi tapdınız. Dəhşətə baxın. Siz elə bilirsiniz ki, o yeməyi ailənizlə yeyirsiniz. Amma sizinlə birlikdə o süfrədə görünməyən varlıqlar oturub, ruzinizin bərəkətini yeyirlər. Siz elə bilirsiniz ki, o evdə tək yatırsınız. Amma o ev artıq şeytanın qonaq evidir. Mələk isə, mələk o evə girməz. Çünki şeytanın hökm sürdüyü yerdə rəhmət mələyi durmaz. Mələklər təkcə günahdan yox, həm də pis qoxudan və natəmizlikdən qaçar. İmam Əli əleyhissalam buyurur, evlərinizi hörümçək torlarından təmizləyin. Çünki o torların evdə qalması kasıblıq və yoxsulluq gətirər. Niyə? Çünki natəmizlik şeytanın yatağıdır. Mələk təmizdir, pakdır. O pis qoxu gələn, yəni siqaret tüstüsü, çirkli paltar, zibil yerlərdə durmaz. Səhər oyananda yatağınızı yığmırsınızsa, evinizi havalandırmırsınızsa, o evdə bərəkət yoxdur deyə şikayət etməyin. Təmizlik mələklərin dəvətnaməsidir. Bəzən ev təmizdir, səliqəlidir. Amma o evdə elə bir şey var ki, mələklər oraya girməyə qorxur. Bu, ana-ata ahı və ailə davasıdır. Peyğəmbərimizin zamanında yaşayan Alqamə adlı gəncin hekayəsi buna ən güclü sübutdur. Alqamə çox ibadət edən, namaz qılan, sədəqə verən bir gənc idi. Bir gün ölüm yatağına düşdü. Dili tutuldu. La ilahə illallah deyə bilmirdi. Peyğəmbərimizə xəbər verdilər. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm soruşdu. Onun ata-anası varmı? Dedilər, qoca bir anası var. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm ananı çağırdı və soruşdu. Oğlunla aran necədir? Ana dedi, ya Rəsulallah, mən ondan narazıyam, incikəm. O evlənəndən sonra xanımının sözü ilə məni incitdi, məni unutdu. Peyğəmbər buyurdu, bax, dilini bağlayan budur, ananın narazılığı. Sonra Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm dedi, odun gətirin, onu yandıracağam. Ana qışqırdı, oğlumu mənim gözümün qabağında?
Peyğəmbər buyurdu, Allahın əzabı bundan daha şiddətlidir. Əgər sən onu bağışlamasan, onun bütün namazları və sədəqələri ona fayda verməyəcək. Mələklər ona yardım etməyəcək. Ana ağlayaraq dedi, Allah şahid olsun, mən onu bağışladım. O an xəbər gəldi ki, Alqamənin dili açıldı və şəhadət gətirərək vəfat etdi. Əziz və dəyərli izləyicilər, sizin evinizdə qoca ananız, atanız bir küncdə ağlayırsa və ya siz xanımınızla, yoldaşınızla hər gün qışqır-bağır salırsınızsa, o evə rəhmət mələyi girməz. O evə ancaq ayrılıq və kin şeytanları girər. Səsinizi yüksəltməyin, mələklər yüksək səsi sevməz. Bəs necə edək ki, evimiz mələklərin yığıldığı bir mərkəzə çevrilsin? Cavab, Quran səsi. Səhabi Useyd ibn Hüdeyr radiyallahu anhu danışır. Bir gecə evimin həyətində Quran oxuyurdum, Bəqərə surəsini oxuyurdum. Atım da yanımda bağlı idi. Mən oxuduqca at şahlanırdı, çırpınırdı. Sustum, at sakitləşdi. Yenə oxudum, yenə at dəli kimi çırpındı. Oğlum Yahya atın ayaqları altında qalar deyə qorxdum və oxumağı dayandırdım. Başımı göyə qaldıranda möhtəşəm bir mənzərə gördüm. Başımın üstündə buluda bənzər bir şey var idi və onun içində qəndil kimi parıldayan yüzlərlə işıq, yəni nur var idi. O qədər gözəl idi ki, sonra o bulud göyə qalxıb getdi. Səhər Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləmin yanına gəldim və danışdım. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm dedi, oxu ey Hüdeyr oğlu, oxu. Bilirsənmi onlar nə idi? Dedim, xeyr ya Rasulallah. Buyurdu, onlar mələklər idi. Sənin Quran səsinə, yəni dinləmək üçün enmişdilər. Əgər sən səhərə kimi oxumağa davam etsəydin, insanlar səhər oyananda mələkləri öz gözləri ilə görəcəkdilər. Sübhanallah. Mələklər Quran səsini eşidəndə o evə maqnit kimi çəkilirlər. Sizin evinizdə ən son nə vaxt uca səslə Quran oxunub? Yoxsa ancaq serialların, xəbərlərin, dediqodunun səsi gəlir. Mələklər Quran oxunan evi tanıyır və oraya axın edir. İmam Əli əleyhissalam buyurur, necə ki siz yerdən baxanda göydəki ulduzları parıltılı görürsünüz, göy əhli, yəni mələklər, yerdəki bəzi evləri elə ulduz kimi parlaq görürlər. Hansı evlərdir onlar? İçində Quran oxunan və Allahın adı zikr edilən evlər. Təsəvvür edin, mələklər göydən baxır. Bütün şəhər qaranlıqdır, amma sizin eviniz ulduz kimi işıq saçır. Çünki orada Bismillah deyilir, orada namaz qılınır, orada ana-ataya hörmət var. Evinizi mələklər üçün ulduza çevirin. Qaranlıq qəbirə dönməsin. İndi gəlin evimizi mələklər üçün hazırlayaq. Gözlərinizi yumun və evinizi xəyal edin. Qapıdan giriş. Xəyal edin ki, evə girirsiniz. Dilinizdə Bismillahirrahmanirrahim. Hiss edin ki, şeytan qapıdan geri qayıdır. Burada mənim yer yoxdur deyir. Səs təmizliyi. Evdəki qışqır-bağırı, pis sözləri, qeybəti dayandırın. Əvəzinə Quran səsini ucaldın. Hiss edin ki, Useyd ibn Hüdeydin evinə enən o nurlu bulud sizin də tavanınıza enir. Münasibət təmizliyi. Ananız, atanız, yoldaşınız. Onlara təbəssüm edin. Alqama kimi olmayın. Halallıq alın. Bir-birinizə selamun aleykum deyin. Selam Allahın adıdır. Dua edin. Allahım, evimi şeytanların oteli yox, mələklərin qonaq evi et. Bura hüzur, bərəkət və nur endir. Bizi evimizdə sənin razılığınla yaşat. Mələklər artıq qapıdadır. Onları içəri dəvət edin. Və beləliklə, əziz və dəyərli izləyicilər, bugün öyrəndik ki, ev sadəcə daş və divar deyil. Ev ruhun qalasıdır. Şeytanın gecələdiyi və yemək yediyi o bismillahsiz evdən olmayın. Əksinə, Useydin radiyallahu anhunun evi kimi mələklərin heyranlıqla izlədiyi o işıqlı evdən olun. Bugündən etibarən evinizin qapısını açanda Bismillah deməyi unutmayın. O zaman görəcəksiniz ki, ailənizdəki o səbəbsiz davalar bitib, ruzinizin bərəkəti artıb və qəlbinizə hüzur dolub. Əgər bu video sizin evinizin qapılarını rəhmətə açmağa vəsilə oldusa, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək olun. Kanalımıza abunə olun
və rəy bölməsində bu gün evinizi təmizləməyə niyyət edərək bunu yazın. Ya Rabbi, evimizi nurunla doldur. Eviniz şən, süfrəniz bərəkətli, qonağınız mələklər olsun. Hələlik, Allah amanında.